Vaşinqton Tehrana növbəti bəlkə də ən sərt xəbərdarlığını edib. ABŞ prezidenti Donald Trump bəyan edib ki, əgər rəsmi Tehran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, Amerika ordusu bu ölkəyə təkrar zərbələr endirməyə tam hazırdır. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Trump vurğulayıb ki, regiondakı hazırki nisbi sabitlik məhz ABŞ-nin vaxtilə İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki strateji nüvə obyektlərini hədəf almasından sonra mümkün olub. İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək. Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, biz onu yenidən məhv edəcəyik. Onların raket arsenalını da çox qısa müddətdə sıradan çıxarmaq imkanımız var. Bəs Ağ Evin bu hədələri nə dərəcə realdır? Trump həqiqətən də yaxın gələcəkdə İrana zərbə endirməyə hazırlaşır, yoxsa bu Tehranı hər hansı sazişə